turist ümumiyyətlə Portuqaliyada biz maşın götürdük. Başa düşdük ki, sonra 2 qat baha götürmüşük. Çıxandan sonra baxırıq ki, Rent Car Turisto yazılıbdı. Dedi, ala bunun üstündə yazılıb da, ay ağzı ayırıq, ay başı çıxmayan turist, gəl bura mən səni alladım. Niyə bəzi insanlar bir ildə 3 dəfə istirahətə gedə bilərkən, bəzi insanlar heç 3 ildə bir dəfə də olsun gedə bilmirlər? Pul qazanmağı da bacarmaq lazımdır. Pulu düzgün xərcləməyi də bacarmaq lazımdır. İnsanlar səyahət büdcəsini necə öncədən planlamalıdır? Avqust ayı ərzində Türkiyəyə gedən Azərbaycanlılar ən azı 2-3 min, 4 min dollar pul xərcləyəcəklər bir həftəsinə. Bir aya yaxın müddəti mən Antalyada 5 ulduzlu oteldə keçirib 3 min dollardan az pul xərcləmişəm. Səyahət ümumiyyətlə neçə ay öncədən planlaşdırıldıqda sərfəli olur və aviabiletlərin ən ucuz olduğu dövrlər səncə hansı aylardır? Moskvadan Bakıya 3 saatlıq uçuş, gəliş-gediş 500-600 dollardır. Lüksemburq hava limanından Antalyaya gəliş-gediş bilet 350-400 dollardır. Lüksemburqdan Avropanın, Qərbi Avropa ölkəsindən Türkiyənin cənubuna. Sən İstanbuldan baxsan ki, Yerevana uçuş neçəyədir, Tiflisə neçəyədir və Bakıya neçədir. İstanbul geri uçacam məsələ 600 manata, sən də Türk Hava Yollarında baxan 600 manatdan aşağı vermə biletləri.